Bir tərəfdə 65 minə bir Kitay maşını, bir tərəfdə 55 minə çox lüks və geniş bir Alman maşını. Hansını alacağıq? Bu avtomobil ən böyük SUV-lardan biridir. Li 9 boyut olan avtomobilin qiyməti $39.000. Maşın sürməyən adamlar deyir ki, yanacaq sərfiyyatı yaxşıdır deyir, ona görə mən bunu almışam. Avtomobil həm elektromobildir, həm range extenderdir, həm plug-in hibriddir. Bəs bu boyda Kitayda bu qədər Alman maşını satılır. 2 ildən sonra bunun işlənmişi gəlməyəcəkmi Azərbaycana? Nəzər ki, Amerikadan gəlir, oradan da gələcək də. Siz yenə də əvvəlki həvəslə plug-in hibrid Kitay maşınlarını alacaqsınızmı? Bəlkə də yenidən benzinli maşınlara qayıdaq. Dostlar, bundan qabaqki videoda dedim ki, bəzi dəyişikliklər olacaq və artıq bilirik ki, o dövlət dəstəyinin azalması nəticəsində avtomobil qiymətləri artacaq. İndi bu dəstək itəndən sonra soruşmaq istəyirəm. Siz yenə də əvvəlki həvəslə plug-in hibrid Kitay maşınlarını alacaqsınızmı? Bu videoda o haqqda danışacağam ki, məncə almayacaqsınız və nəyə görə almayacaqsınız? İndi onu əsaslandıracağam və mən nəyə görə hər zaman Volkswagen tərəfdarıyam, onu da açıqlayacağam. Dostlar, ilk növbədə dediyim kimi, hər $10.000 dəyərində olan bir avtomobildə 3-4 min manat civarında bir qiymət fərqi yaranacaq. Sırf bu 18% əlavə dəyər vergisinə görə. Əgər ki, əlavə xərclər də olsa və yaxud da ki, gömrük qanununda bir dəyişiklik olsa, onda təbii ki, fərq daha da artacaq. Amma belə bir şey var. Bizim benzinli maşınlarımızda axı bu yox idi. Məsəl üçün, biz nəyə görə sevirdik bu plug-in hibridləri? Ona görə sevirdik ki, bu maşınlarda gömrük dəstəyi var idi və biz bu təbii ki, 3-4 min manat da az pul deyil. Baxır hansı maşında. Məsəl üçün, Toyota Corolla'da bu təqribən 5 min manatdan da yuxarı olacaq. Çünki Toyota Corolla'nın qiyməti daha da baha idi. Nə qədər dəyər artırsa, o qədər xərc artır, çünki faizlə hesablanır. Belə çıxır ki, artıq düşünməyə məcbur qalacağıq da. Bəlkə də yenidən benzinli maşınlara qayıdaq. Mən həmişə bunun öncədən deyirdim ki, saf və sadə maşınlara qayıdaq. Hansı maşınlara qayıda bilərik biz o zaman? Volkswagen Lavidanı demişəm, Volkswagen Taurunu demişəm və bu maşınlar üçün, Tauro üçün onu da qeyd edeyim ki, inşallah ki, iyul ayının ortasında Almaniyaya gedirəm. Sırf Volkswagenlə görüşmək üçün və bu məsələni həll edəcəm. Nəyə görə sizə hələ də cavab verə bilmirəm? Qısaca onu da deyim. Ona görə ki, stokda yoxdur maşın. Maşın stokda olmayanda mən gərək onu zavoddan sifariş edeyim sizin üçün. Zavoddan da sifariş olanda Taurunun qiyməti qalxır. Çox ciddi də qalxır. Hardasa $1000 fərq eləyir. Mən də istəmirəm axı o siz o $1000 verəsiniz. Ona görə gedib elə bir danışıq eləmək lazımdır ki, bizə hər zaman stok olan kimi biz o maşınları götürə bilək. Düşünün ki, mən söhbət elədiyim yerdə stokdakı 2 dənə maşını izləyicim üçün almaq istəyirdim. Danışdığım yerdə maşın satıldı. Yəni mən söhbət edirdim ki, maşın almaq istəyirik də, maşın satıldı. Cəmaata söz vermişəm, o da satıldı getdi və ondan sonra növbəti 10 gündə stokda maşın olmayacağı bildirildi. Yəni dostlar, Volkswagen Lavida, sonra Tauro. İndi baxın, nəyi daha ala bilərsiniz? Volkswagen Passat Pro $24.000-dır. Maşının qiyməti. Maşının uzunluğu 5 metrdən azca uzundur. Çox iri bir avtomobildir. Çox müasir bir avtomobildir və $24.000. 1.5 motor turbo gömrükdə çox aşağı ödəniş eləməyə imkan verəcək. Çünki 2 motor deyil və siz təqribən yenə də plug-in hibrid və hibridə oxşayan bir ödəniş eləyəcəksiniz. İndi qərar verin. Hansı 5 metrlik Kitay maşını, hansı plug-in hibrid $24.000-dır? Yəni əvvəllər belə deyim, deyirdilər ki, məsəl üçün Camry hibriddir və o Rastomoskaya düşmür deyə $30.000 alırdılar, düzdür? İndi Camry Rastomoskaya düşəcək. Bu da $24.000-dır. Və yaxud da ki, BYD Xan, düzdür, Azərbaycanda BYD Xan çox satılmadı. Hətta ölçüləri bundan daha kiçikdir, amma yenə də olsun. BYD Xan neçəyədir? O da 30 neçə min dollar, düzdür? Onun da Rastomoskası olacaq, gəlib çıxacaq $40.000. Belə çıxır ki, artıq düşünməyə məcbur qalacağıq. Yəni artıq seçim havada olmayacaq. Ucuzdur alıram. Siz nəyə görə indiyənə qədər alırdınız? Ucuzdur deyə, düzdür? Deməli artıq distributorların üzərinə böyük yük düşəcək. Onlar elə bir qiymətə, elə bir maraqlı təklif eləməlidirlər ki, siz bu avtomobilləri ala biləsiniz. Yenə də davam edirəm Volkswagen-dən. Deyəcəksiniz ki, sən balaca maşınlar deyirsən. Volkswagen Teramont Pro. Bu avtomobil ən böyük SUV-lardan biridir. 5 metrin üzərindədir ölçüsü. 3 sıralıdır, 7 nəfərlikdir. Avtomobil benzin mühərriklə təchiz olunub. Avtomobil ən ağıllı benzinlə işləyən maşın kimi tanınır və avtomobilin qiyməti
Yəni demək olar ki, Li 9 boyda, hətta Li 9-dan daha böyük olan avtomobilin qiyməti $39.000-dır. Düşünək ki, indi Rastamoşka ləğv olunub. Li gəlir 50.000 plus Rastamoşka nə bilim gəlib çıxacaq 65.000 zat. Təqribi qiymətlər deyirəm, dəqiq bilmirəm. Bu gəlir 39.000 plus 12.000 gəldi çıxdı ya da 40.000 plus 15.000 lap. Gəldi çıxdı 55.000. Bir tərəfdə 65.000-ə bir Kitay maşını, bir tərəfdə 55.000-ə çox lüks və geniş bir Alman maşını. Hansını alacağıq? Sizə sual verirəm, hansını alacaqsınız? İndi Teramontun videoları yəni ki, mən danışıqda da gedəcək. Teramont Pro axırıncı versiya. Hansını alacağıq biz bunun? İndi deyəcəksiniz ki, qardaş, bəs mən desəm ki, yanacaqda sərfəlidir. Belə şey də var axı, yanacaqda sərfəlidir. Maşın sürməyən adamlar deyir ki, yanacaq sərfiyyatı yaxşıdır deyir, ona görə mən bunu almışam. Sürmür, 3-4 dənə maşınım var, sırf bilmir nə desin, ona görə belə deyir. İndi girək buna. 2026-cı ildə Volkswagen ID Era çıxacaq. ID Era 1.5 motor təchiz olunub və o çox maraqlı bir şeydir. O 1.5 motor hansı motordur bilirsiniz? Elə bu Lavidanın motoru, elə bu Tarunun motoru, elə o Passat Pro-nun motorudur. Sadəcə biri sadədir, biri turbo ilə gücləndirilmişdir. Həmin motorla təchiz olunub, yəni tanıdığımız, zapsaslı bəlli olan motordur və plug-in hibrid kimi, range extender kimi işləyən bir avtomobildir. Yəni tam da Li və yaxud da ki onun rəqiblərinin bir çox şirkətlər artıq buraxıb, Lynk & Co buraxıb, nə bilim Zeekr buraxıb, Denza buraxıb, Huawei buraxıb. İndi məsəl üçün deyirəm mən. Qiymətlər də bəllidir, da 50.000, 60.000, 70.000, 100.000 dollar. İndi gəlin bu Volkswagen qiymətinə baxaq. Bilirsiniz neçə planlayıblar Çin bazarına təklif eləməyi? Sadəcə və sadəcə 45.000 dollar. Cadillac Escalade boydadır Volkswagen ID Era. İçindəki komfortu, içindəki müasirliyi bir Alman avtomobilində ola biləcək hər şey var. Avtomobil həm elektromobildir, həm range extenderdir, həm plug-in hibriddir. Yəni sizin o dediyiniz az yanacaq işlədən avtomobildir. Gəlin bir hesablayaq. Cadillac Escalade boyda olan maşın 45.000-ə alıb Azərbaycanda Rastamoşka alacaqdı, gəlsin çıxsın 60.000 alıb. Cadillac Escalade'in qiymətini yəni ki bilirsiniz də 100 neçə mindir. Bu cürə bir maşınmı, yoxsa o birisi Kitay maşınları mı? Dostlar, nə yaxşı ki Kitay var. Bizim Kitayla oborotumuz daha da yüksələcək. Bunu yanlış anlamayın. Mən nə deyirəm? Deyirəm ki, Kitayla oborotumuz yüksələcək. Kitayla dostluğumuz yüksələcək. Amma siz elə bilirsiniz ki, biz oradan Volkswagen ala bilmirik. Niyə almırıq ki? Kitayın bazarı Amerikanın da bazarından böyükdür və bizə daha yaxındır. Qazaxıstan, sonra elə belə kobud götçü yazmısan. Mən deyirəm ki, nəyə görə siz Alman maşınlarına diqqət eləmirsiniz? Volkswagen 1, Audi 2, BMW 3. Niyə siz bunları Kitaydan almağı düşünmürsünüz? Anlayıram, indiyənə qədər olub ki, siz yalnız bütün avtomobilləri qiymətinə görə, indi Allah tərəfi daha. Yəni ki, məsəl üçün 22.000 manata bir Kitayski maşın verirlər, normal sedandır. Kimsə deyir ki, qardaş, mən bu qiymətə özümə nə alacağam ki? Gedib onu alır. Amma da o 22.000 manat olmayacaq, o 30.000 manat olacaq. O 30.000 manat olanda belə bir sual çıxacaq ortağa. Bəlkə 32.000 manata elə Volkswagen alım. Belə bir şey çıxacaq. Lüks Kitay, bayaq dediyim o Li, Zeekr, Lynk & Co-nun böyüyü, sonra nə bilim Geely'nin böyüyü, Monjaro kimi məsəl üçün. Yəni Monjaro çox da lüks deyil, amma yenə də belə bir sual çıxacaq. Bəlkə onu alaq. Bəlkə elə bu əlaqələrimizi onun üzərində çalışdıraq. Mənim həmişə dediyim söhbət buydu. Mən deyirdim ki, onsuz da bir müddətdən sonra bu dəstəklər qutarandan sonra biz yenə özümüzə qalacağıq. Özümüz dediyimiz nədir? Uzun ömürlü Alman maşını. Çünki bazara baxanda biz onu görürük. Hər nə qədər də kasıb olsaq, biz yönəlirik Almana, işlənmişinə. Aha, işlənmiş dedim. Bəs bu boyda Kitayda bu qədər Alman maşını satılır. 2 ildən sonra bunun işlənmişi gəlməyəcəkmi Azərbaycana? Nətər ki, Amerikadan gəlir, oradan da gələcək də. Kitay bunun qarşısını alır mı? Almır. Deyir, xoş gəlmişsən, gəl, al, apar, Allah səndən razı olsun. Belə çıxır ki, Volkswagen Passat Pro 2 ildən sonra Kitayda olacaq 15-16 min dollar. Hansı ki, 24 min dollar indi satılır. Və siz də onu alıb 2 illik maşın nədir ki, 30-40 min kilometrdə olacaq da. Götürəcəksiniz bura. Passat Pro 5 metr uzunluğundakı maşın. Nə deməkdir bu? Ona görə də deyirəm ki, dostlar, az qalıb. 2026-cı ildən sonra
bizim bütün bu düşüncələrimiz yenidən dəyişəcək və biz yenidən özümüzə qayıdacağıq. Hə, o demək deyil ki, Kitay maşınları satılmayacaq, satılacaq. Bu asıl olacaq distributorların xidmətindən daha güclü rəqabət gedəcək. Distributorların qoyduqları qiymətdən, verdikləri şərtlərdən, məsəl üçün uydururam, hər hansı bir distributor ola bilər, deyə bilər ki, 35 bin manata satıram, amma 60 aylıq kreditlə sata bilər və inanıram ki, olacaq. Amma sadəcə bu bir seçimdir. Çoxları elə bilir ki, Kitay maşınlarına qarşıyam. Xeyr, özüm də Kitay maşını sürürəm. Özünüz görmürsünüz ki, mən Kitay maşını sürürəm. Mən sadəcə demək istəyirəm ki, ehtiyaca uyğun və bəzən qiymət yaxınlaşırsa, nəyə görə alternativ almanı özü də elə Kitaydan almayaq ki biz? Yəni, mənim hər zaman dediyim bu idi ki, bəlkə biraz düşünək və təkliflərimizi dəyişdirək və buna görə də mən o Volkswagenləri sizə təklif eləyirdim. Buna görə də mən ehtiyac hissəsi bazası qurmağa çalışırdım və buna görə də mən sizi hər zaman yönləndirməyə çalışırdım. Vaxt axdıq o vaxtı mən belə düşünürəm ki, bu dediyim şərtlər altında indiyənə qədər düşüncəsini dəyişməyənlərin yarısı da düşüncəsini dəyişəcək. Özünüz qərar verin. Kitaydan almam mı alaq, Kitaydan Kitay mı alaq? Bütün seçimlərimizlə razıyam. Heç kəsə bir söz demirəm, amma sadəcə sizə seçim verin. Sağ olun.